Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli qardaşlar, biz Şeyx Rabi, Allah ona rəhmət eləsin, onun kitabçasını oxumağa davam edirik. Kitabçanın adı nə idi? Əqidə və tabiçilik haqqında hədislər. Peyğəmbər sallallahu əleyhi və səlləmin hədislərindən. Deməli, biz gəldik, çatdıq Əl-Hədithül Xamis və Sədis. 5-ci və 6-cı hədislər. Şeyx buyurur ki, Xuturatu duai qeyrilləhi teala. 5-ci, 6-cı hədisdə söhbət gedir neydən? Allahdan qeyrisinə dua eləməyin təhlükəsi. Allahdan qeyrisinə dua etməyin təhlükəsi. Qeyd edilir hədisləri, buyurur ki, şeyx gətirir hədisləri. Ani bin Məs'ud radiyallahu anhu enne Resulullah sallallahu aleyhi ve selleme qal. İbn Məsuddan gəlir ki, radiyallahu anhudan, Muhammed aleyhissalatu vesselam belə demişdi. Mən mətə və huvə yedi'un min dunillahi niddən. Daxalən nar. Ravahul Buxari, İmam Buxari rivayət edib hədisi. Buyurur ki, Muhammed aleyhissalatu vesselam dedi ki, kim Allahdan qeyrisini çağırdığı halda ölərsə, cəhənnəmə daxil olar. İkinci hədisi gətirir, buyurur ki, وَأَنْ جَابِرٍ radiyallahu anhu qala sami'tu Rasulullah sallallahu aleyhi ve sellem yaqul. Cabir ibn Abdullah'dan gəlir ki, o da deyir ki, Muhammed aleyhissalatu vesselam belə demişdi. Mən laqiyallaha la yushriku bihi şey'ən dakhalal cennə və mən laqiyahu yushriku bihi dakhalən nar. Ravahu Muslim. İmam Muslim rivayət eləyib, Cabir ibn Abdullah'dan gəlir. Sahabə deyir ki, Muhammed aleyhissalatu vesselam belə demişdi və belə deyir. Kim Allahla ona bir şey şərik qoşduğu halda qarşılaşsa, Allah Teala ilə cəhənnəmə daxil olacaq. Kim Allahla ona heç bir şey şərik qoşmadan qarşılaşsa, cənnətə daxil olacaq. Şeyx buyurur ki, sahabiyyəl hədis. Bu iki hədisin sahabələr, yəni rivayət edənlər. Biri kim idi birinci? İbn Məsud. İbn Məsuddan danışmışdıq deyəsən. Neçənci ildə vəfat edib? 32-də. İbn Məsud hicrətin 32-ci ildə vəfat edib. Şeyx gətirir burada, deyir ki, Abdullah ibn Məsud ibn Qafil ibn Habib Əl-Huzəli. Abu Abdurrahman, kunyəsi nədir? Abu Abdurrahman. Minəs-sabiqin əl-əvvəlin. İslamı ilk qəbul edənlərdəndir. Və min kibaril uləmə minəs-sahabə. Sahabələrin içində böyük alimlərdən sayılırdı. Sahabələrin içində alim olan, elmi çox olan sahabələrin içində böyüklərdən, alimlərdən sayılırdı. Mənaqibuhu cəmmə. Çoxlu fəzilətləri var. Çoxlu fəzilətləri var. Onun seçilən cəhətlərindən biri o idi ki, qardaşlar, sahabələr deyirlər ki, o Peyğəmbər sallallahu aleyhi və səlləmin evinə o qədər girib çıxırdı ki, biz deyirdik ki, onun ailəsindəndir. O qədər yaxın idi Muhammed aleyhissalatu vesselam'a. Həmçinin onun fəzilətlərindən biri odur ki, Muhammed aleyhissalatu vesselam deyir ki, kim Quran oxumaq istəsə, Ummu Abd. Yəni, bu sahabən qeyd edilir ki, Ummu Abdin qiraəti ilə oxusun. Bu, onun üçün təriflərdən biridir. Buyurur ki, Şeyx Rabi rahiməhullah, Əmmarahu Umar əl-Kufə. Ömər, Allah ona razı olsun, onu Küfəyə əmir təyin eləmişdi. Sonra buyurur ki, Mətə bil Mədinə. Mədinədə dünyasını dəyişib. Neçənci ildə? 32-də. Hicrətin 32-ci ildə Mədinədə dünyasını dəyişib. Sonra ikinci sahabə Cabir ibn Abdullah ibn Amr ibn Haram. Cabir ibn Abdullah ibn Amr ibn Haram. Əl-Ansari. Ənsarlardan idi. Thumma Sulemi. Sahabi ibn Sahabi. Özü sahabə idi. Sahabənin oğluydu. Bu sahabənin atasının məşhur qissəsi var. Kim deyə bilər? Hansı qissədir? Qısa olaraq. Allahın danışdırdığı sahabə. Hansı ki, Allah onu danışdırır. Şəhid olmuşdu Allah üçün. Nə istəyirsən, deyir, mənə geri qaytar, geyim sən üçün dünyada bir dənə də şəhid olub. Həmin sahabənin oğluydu. Ona görə deyir ki, Cabir ibn Abdullah
Adı Cabir idi. Kimin oğluydu? Abdullah'ın. İbni Amr İbni Haram. El-Ansari. Gaza ma'a Resulillahi sallallahu aleyhi ve sellem 19 gazveten. Bu sahabe Muhammed aleyhissalatu vesselam'la bir yerde 19 tane döyüşdə olub. Neçə? 19 tane döyüşdə olub. Mətə bil Mədinə. Mədinədə dünyasını dəyişib. Bə'də 70. 70 yaşından sonra. 74 yaşında yəni. 74 yaşında dünyasını dəyişib. Deməli İbn Məsud 32-də, Cabir ibn Abdullah neçədə? 74-də. Sonra şeyx buyurur ki, Şeyx Rabi, deməli mövzu nə idi qardaşlar? Mövzu nə idi? Əhsən. Allahdan qeyrisinə dua eləməyin təhlükəsi. Şeyx buyurur ki, hədisdə mən mətə və huvə yəd'u min dunillah. Allahdan qeyrisinə dua eləyən və bu halda ölən. Şeyx buyurur ki, əd-dua huvə tələv və rəğbə. Yəni, tələb eləmək, rəğbət göstərmək. Kimdən ki, nə istəyirsən, onda olana rəğbət göstərmək, onu tələb eləmək. Sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə nid kəlməsi işlətdi. Nid kəlməsini şeyx deyir ki, huvə şəbih vəl-məsil, yəni bənzər, oxşar, tay. Allah Teala Quran-ı Kərimdə Bəqara surəsi baxsaz 21, 20, 21 və 21-22-ci ayələrdə buyurur ki, Allah Teala ya eyyuhən-nəs, ey insanlar, u'budu rabbakum əlləzi xalaqakum vəllezine min qablikum la'allakum tettaqun. Ey insanlar, sizi və sizdən öncəkiləri yaratmış Rəbbimizə ibadət eləyin. Bəlkə ondan qorxasınız. Əlləzi ca'alə lakumul arda firasha ve's-semâ'e binâ'e və enzələ minə's-semâ'i mâ'en fəəxrəcə bihi minə's-səmarati rizqan lakum. Allah Teala deyir ki, o Rəbbimiz ki, yeri üstün döşəyib, səmanı tavan eləyib. Oradan sizin üçün su endirir. Fəəxrəcə bihi minəs-səmarati rizqan lakum. O suyun səbəbi ilə yerdən sizin üçün nələr çıxardır? Növ-bönöv bitkilər rizqan lakum. Sizə ruzu olsun deyə. Ruzunuz olsun. Sonra deyir ki, fələ təcəlu lillahi əndədən və əntum tə'ləmun. Özünüz də bildiyiniz halda Allaha taylar, oxşarlar, bərabərlər götürməyin. Əndəd sözü Peyğəmbər sallallahu aleyhi ve sellemin bu hədisdə dediyi sözün cəmidir. Nə dedi Muhammed aleyhissalatu vesselam? Mən mətə və huvə yəd'u min dunillahi niddən. Kim Allaha bir tay bərabər götürüb ona dua elədiyi halda ölərsə, Allah onu bağışlamayacaq. Nid, yəni oxşar, tay, bərabər, misildə olan bir kəlmədir. Yaxşı, bu ayədə qardaşlar, Allah Teala deyir ki, özünüz də bildiyiniz halda Allaha tay bərabərlər götürməyin. Kim deyə bilər, nə deməkdir bu? Niyə Allah Teala belə bir şey deyir? Burada nədir qardaşlar? Elm əhlidir ki, Allah Subhanahu wa Ta'ala bəzi ayələrdə rububiyyəsini xatırlatmaqla uluhiyyəsinə yönəldir. O nə deməkdir? Allah Teala deyir ki, yeri döşəyən kimdir? Allah. Göyü tavan edən kimdir? Allah. Suyu endirən kimdir? Allah. Onunla yerdən sizin üçün bəhrələr, ruzlar çıxardan kimdir? Allah. Düzdür? Niyə Allah bunu xatırladır? Xatırladır ki, əməlləri də Allah Teala'nın. Allahın feilləridir. Rububiyyənin qısa mənası nədir? Allahın feillərində Allahı təkləşdirmək, etiqad eləmək ki, o eləyir bunları. Allah Teala öz əməllərini xatırlatmaqla göstərmək istəyir ki, əgər bunları eləyən Allahdırsa, bunlara qadir olan Allahdırsa, o zaman siz Allahdan qeyrisinə niyə ibadət edirsiniz? Niyə hər şeyə qadir olan, bu şeyləri sizə verən, sizi yoxdan yaradan, qul mən yarzuqukum minəs-səmai vəl-ard, əmmən yəmlikus-səm'a vəl-absar, və mən yuxricu hayyə minəl-məyyit, və yuxricu hayyə, və mən yuxricu hayyə minəl-məyyit, və yuxricu məyyitə minəl-hayy, və mən yudabbirul-əmr. De ki, sizi yerdən, göydən ruzlandıran kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? İşləri idarə edən kimdir? Onlar fəsəyəquluna Allah. Allahdır ki, onlar dizilər ki, Allah. Allah Teala sonunda nədir? Fəqul əfələ təttəqun. Onda qorxmursa Allahdan. Ne üçün? Allahdır ki, yəni etiqad edirsiniz ki, bunları eləyən Allah, amma yeyib Allahdan qeyrisinə ibadət edirsiniz. Ona görə Allah Teala bəzən öz əməllərindən, rububiyyəsindən danışmaqla hara yönəldir? Uluhiyyəsinə. Yəni bilirsiniz ki, bunları eləyən Allahdır
Onda elə Allaha ibadət eləyən. Allahdan qeyrisinə niyə ibadət eləmək olmaz? Çünki ibadət onun haqqı deyil. Allahın haqqıdır. Çünki Allah Teala qeyd edir ki, bu şeylərə görə ibadət mənim haqqımdır. Sonra şeyx burada buyurur ki, şirk deyəndə, şirkin tərifini kim deyə bilər, qardaşlar? Şirkin tərifi. Sizə bir sual verir ki, qardaş, şirk nə deməkdir? Şirk, qardaşlar, hamımız belə umumən bilirik. Hamımız, maşallah, qardaşlar, hamı bilir ki, şirk nə deməkdir? Allaha ortaq qoşmaq, Allahın haqqını Allahdan qeyrisinə vermək. Tərif olaraq alimlər deyirlər ki, təsviyyətu qayrilləhi billah fīmə huvə min xasaisillah. Allaha xas olan şeylərdə Allahdan qeyrisini gətirib Allaha tay tutmaq. Deməli, necə? Allaha xas olan şeylərdə Allahdan qeyrisini gətirib Allaha tay tutmaq. Bu şirkdir. Aydındır. Şirkin tərifi qısa olaraq budur. Şeyx Rabi burada buyurur ki, aleyh rahmetullah, şirk Allahdan qeyrisini Allaha tay tutmaq, Allahdan qeyrisinə dua eləmək. Deməli, dua nədir? İbadətdir. Dəlil nədir buna? Bir çox dəlil var Quran-ı Kərimdə. Və qalə rabbukum ud'uni. Rəbbiniz nə dedi? Mənə çağırın. Düzdür? Bir ayə elə budur. Başqa ayədə məsələn Allah Teala deyir, nə deyir? Allah Teala deyir ki, Allah Teala buyurur ki, Quran-ı Kərimdə başqa ayədə və mən adallu mimmen yed'u min dunillah. Allahdan qeyrisini çağırandan daha azğın kim ola bilər? Görsən, dua nədir? İbadətdir. İndi onu Allahdan qeyrisini sərf eləmək nədir? Şirk sayılır. Deməli, Allahın haqqı olan şeylərdə Allahdan qeyrisini gətirib Allaha tay tutmaq. Sonra şeyx burada buyurur ki, həmçinin şirk Allahdan qeyrisindən qorxmaq, Allahdan qeyrisinə ümid eləmək, Allahdan qeyrisini Allah kimi sevmək. Necə bunları, qardaşlar, biz görürük ya günümüzdə. Allah özü qeyd eləyib bunu Quran-ı Kərimdə. Və minən-nəs mən yettəxidu min dunillah əndədən yuhibbunəhum kəhubbillah. İnsanların içində elələri var ki, Allahdan qeyrilərini Allahı sevdikləri kimi sevirlər. Bugün vallahi elə adamlar var ki, qardaşlar, yəni gizlin deyil də bu. Elə adamlar var ki, Allahdan qeyriləri nə üçün Allah kimi sevmək? Allahdan çox sevir. Çünki onun məclisinə baxırsan, Allahdan çox başqasından danışırlar. Məsələn, bu yaxında baxıram, deməli bir nəfərdir, bir yeri ziyarət eləyib, hansı ki, şəriətlə oranı ziyarət eləmək olmaz, əksinə oranı ziyarət eləmək haramdır, savab yox, günah gətirir. Deyir ki, axır ki, mənə icazə verdi öz müqəddəs qəbrini ziyarət eləməyə. Təsəvvür edir, etiqad edir ki, mənə nəsib elədi o qəbirdə olan ki, mən gəlib onun qəbrini ziyarət eləyə bildim. Allahu Akbar. Bəlaya bax. Təsəvvür elə. Gör necə sevir. Etiqad edir ki, nəsib o yox. Bəziləri deyirlər ki, Allah müvəffəq elədi, gəldim. O da problemdir. Çünki Allah sənə şirki müvəffəq eləməz. Allah səni müvəffəq edir, gəlirsən öz evinə. Asır sənin üçün yolu göstərir və s. O da səhvdir. Amma bu etiqad edir ki, o mənə nəsib elədi. Günahlarım var idi, mənədir, mane olurdu gəlib onun qəbrini ziyarət etməyə. Təsəvvür edin, necə sevir. Elələr var ki, Allah kimi sevir. Elələr var ki, Allahdan daha çox sevir. Ona görə Allah Teala ayənin davamında deyir ki, وَالَّذِينَ آمَنُوا. Amma iman gətirənlər. Hansı iman gətirənlər? Həqiqi iman gətirənlər. Əşəddü hubben lillah. Allah'a daha çox sevirlər. Onların Allahdan qeyrisinə olan sevgisindən və Allahla eyni səviyyədə tutduğu sevgidən də əşəddü hubben lillah. Daha çox sevirlər Allah Teala'nı. Sonra şeyx burada buyurur ki, şirk həmçinin ibadətin hər hansı bir növünü Allahdan qeyrisinə sərf eləmək. Sonra burada buyurur ki, şirk elə bir şeydir ki, kim onu eləsə, əməlləri batil olur. Ümumən şirk qoşan qardaşlar, ümumidir bu da, lakin belədir. Əgər Allah subhanahu wa ta'ala bunu öz Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə deyibsə, biz minbəbin əvlə, yəni biz daha qorxmalıyıq, daha təhlükədəyik. Allah Teala deyir ki, Muhammed aleyhissalatu vesselamə وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Səndən öncəkilərə vəhy olunduğu kimi sənə də vəhy olunur. Nə? Əgər Allaha şirk qoşsan, şərik qoşsan,
əməllərin puç olacaq, batil olacaq. Özün də qiyamət günü nə olacaq? Ziyan çəkənlərdən olacaqsan. Xusrana uğrayacaq. Nicat tapmayacaq. Bunu Allah Teala Muhammed Aleyhisselatü Vesselam'a deyirsə bizi təsəvvür elə. Ona görə bu gün bəziləri deyir, siz nə şirkmisiniz bu qədər? Şirk. Allah bağışlamayacaq ona görə. Söhbət oradan gedir ki, şirk məsələsində. Allah deyir ki, kim bunu eləsə, mən onu bağışlamayacam. Məsələ şişirdilməyə layiq olan bir məsələdir. Olur bəzən insanların xırda xətaları heç olan şirtmirik ki. Çünki şirtmək lazım deyil. Allah da özü o məsələni elə də qabartmayıb. Allah elə eləyib ki, kim hansısa bir xırda günah eləsə, bir dənə salih əməl eləsə, o onu bağışlayır ondan. İnnəl həsənət yudhibnəs seyyiət. Yaxşılıqlar pislikləri aparır. Amma bu elə məsələdir ki, bu bağışlanmayacaq. Belə öldün və sələm. Buna görə şişirdirik məsələni. Çünki Allah Teala buna əhəmiyyət verib, bunu qeyd eləyib. Sonra şeyx burada buyurur ki, İbn Məsudun hədisinin ümumi mənası odur ki, hədis bizə bəyan eləyir ki, dua eləmək ibadətlərin içində ən əzəmətli ibadətlərdəndir. Allahın ən əzəmətli haqlarından biridir. Kim onu Allahdan qeyrisindən sərf eləsə, artıq Allah Teala'ya ortaq qoşmuş olur. Allaha tay bərabər götürmüş olur. Siz görürsünüz də, qardaşlar. Məsələn, adamlar nə edirlər? Hansısa qəbrə gedir qəbrə, bəziləri qəbrin yanında Allahı çağırır. Bəziləri qəbrin yanında Allahı çağırır. Deyir ki, ya Rab, bu qəbirdə yatanın xətrinə mənə ver. Fərqi yoxdur. Qəbirdə yatan Peyğəmbər olsun, Muhammed sallallahu aleyhi və səlləmin qəbri olsun. Fərqi yoxdur, Əhl-i Beytdən kiminsə qəbri olsun, sahabələrdən kiminsə qəbri olsun. Gedirik də görürük, məsələn, ümrədə və s. Təbii ki, orada bazardıqları qədər bu şeyin qabağını almağa çalışırlar. Lakin görürsən, eləyənlər var da bunu. Adamlar var, məsələn, gedir ora, üzünü tutur qiblənin tam əksinə, hansı ki, duanın qəbul olması üçün səbəblərdən biri nədir? İnsan üzün qibləyə yönətməlidir. Bu sünnədə gəlib. Adam üzün qibləyə yox, tam əksinə tutur Muhammed sallallahu aleyhi və səlləmin qəbrinə, başlayır orada, deyir ki, ya Rəbbim, ya Rasulallah. Təsəvvür elə. Etiqad edir ki, Muhammed sallallahu aleyhi və səlləm Allah kimi eşidir. Deyir ki, Muhammedin, Peyğəmbərin sallallahu aleyhi və səlləmin xətrinə mənə ver. Bu olmaz, bu bidətdir. Bu bidətdir. Çünki nə Muhammed sallallahu aleyhi və səlləm bunu eləməyib, nə sahabələr eləməyib, nə Əhl-i Beyt belə bir şey eləməyib. İndi bəziləri nə edir? Gedir birbaşa ora, deyir ki, mənə evlad ver. Mənim ruzumu artır. İşlərimi asın. Kağızla gedir. Adam yazıb ölkəsindən, filan kəsin evladı yoxdur, onun üçün evlad duası eləyəcəm ki, ona evlad versin qəbirdə olan. Filan kəsin, məsələn, ailəsində sıxıntısı var, onun ailə işlərini həll eləsin. Filan kəsin ruhusunda azlığı var, onun ruhusu çoxalsın. Bu adam gedir, birbaşa özü qəbirdən istəyir. Təsəvvür elə. Adam gedir, Allahdan qeyrisini çağırır. Və deyəndə, ne üçün belə eləyirsən? Deyir ki, mən günahkar olduğuma görə, Allah mənim dualarımı birbaşa qəbul etmir. Mən mütləq hansısa bir salih insanın qəbri ilə və yaxud daha köynəyi ilə, bəziləri ayaqqabısı ilə, bəziləri nə ilə yaxınlaşmalıdır ki, Allah ona görə versin. Bu batil bir şeydir. İslam bunu qətiyyən rədd edib. Quranda baxsaq, Allah Teala bir çox ayələrdə günahlar eləməklə özlərinə zülm edənləri çağırıb. Nə deyib onlara? Məndən bağışlanma deyin, sizi bağışlayayım. Heç bir ayədə görə bilməzsən ki, Allah desin ki, gedin filan kəsin qəbrindən və ya gedin filan peyğəmbərə deyin, gedin filan övliyaya deyin, siz günahkarsınız. Siz yox, onlar məndən istəsin, mən sizi bağışlayayım. Belə şey yoxdur. Əksinə baxsan, Allah Teala mərhəmət göstərib, rəhm eləyib, xətakarları çağırıb ki, tubu, ya eyyuhəllədiyinə əmənu, ey iman gətirənlər, tubu ilallahi tövbətən nasuhə, ey iman gətirənlər, Allaha səmimi tövbə eləyin. Günahlarından tövbə elə, Allah səni bağışlasın, sonra əlləri qalır, Allahdan öz ehtiyacını istə. Dua ibadət olduğuna görə Allahdan qeyrisinə sərf eləmək, Allahın haqqını Allahdan qeyrisinə vermək olur. Dua ibadət deyil, ibadətdir. Ən əzəmətli ibadətlərdəndir. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Əd-dua huvel ibadə. Dua ibadətin özüdür. Və qalə rabbukum ud'uni. Allah Teala nə deyir? Rəbbiniz dedi ki, məni çağırın, dua eləyin. Sən də Allahı çağır da. Rəbbin deyir, məni çağır. İndi ayələrə baxın,
Allahdan qeyrisini çağırmaq zalımlıqdır. Bizi bəzən belə göstərmək istəyirlər ki, biz bu məsələni çox şişirdib, sərtlik edirik insanlara qarşı. Yox, Allahın ayələridir, indi deyəcəyik. Ya sən ayələri qəbul eləmək istəmirsən, canlı onlardan xilas olub, amma bizim adımızla bizi sərt, bizim belə deyək, dəvətimizdən istifadə eləyib, bizi sərt göstərib, Allahın ayələrindən boyun qaçırdırsansa, o başqa məsələ. Amma bu Allahın ayələridir axı. İndi sən qəbul eləmirsən, biz deməliyik. Dəvətdə iki dənə şey var. Biri var dəvət eləmək, bir də var dəvət olunanın qəbul etməsi. Sənin qəbul edib etməməyin özünə qalıb. Bizim üçün elə də vacib deyil. Bizim üçün vacib olan nədir? Biz sənə deyirik. Biz sənə çatdırırıq, biz sənə öyrədirik. Bizə Allah bunu deyib. Odur o. Dəvət eləyin. Çatdırın. Şeyx burada buyurur ki, Allahdan qeyrisinə dua eləmək Allaha qarşı üsyandır. Peyğəmbərlərinə qarşı inatkarlıqdır. Allahın göndərdiyi peyğəmbərlər hansılar ki, onların bütün hamısının dəvətinin əsası nə olub? Tək Allaha dua eləmək, tək Allaha ibadət eləmək, peyğəmbərlərin yoluna müxalif olmaqdır. Həmçinin buyurur ki, şeyx burada, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə nə deyir? Əd-dua huvəl ibadə. Dua ibadətin özüdür. Əraf surəsi 55-ci ayədə Allah Teala buyurur ki, qardaşlar, Ud'u rabbakum tadarruan və xufyə. Baxın gör nə deyir ki, Rəbbinizə gizlində və acizanə yalvararaq dua eləyin. Kimə dua eləyin? Rəbbinizə. Dua eləyəndə ağlamaq, sızlamaq, tam möhtac olduğu bildirmək Allahın haqqıdır. Görürsünüz qardaşlar, vallahi sosial şəbəkələrdə adam var gedib hansısa məscidin imamı olmuş bir dənə mollanın qəbrinə, onun qəbrinə namaz qılır və göz yaşları ilə orada başlayır dua eləməyə. Onun adı ilə Allah'a yaxınlaşır. Allah belə şey qadağı eləyib. Allah deyir ki, mənim üçün gizlində acizanə dua eləyin, mənə dua eləyin. Növbəti ayəyə baxın. Allah Teala buyurur ki, Yunus surəsi 106-cı ayədə وَلَا تَدْعُ مِنْ دُونِ اللّٰهِ مَا لَا يَنْفَعُكَ وَلَا يَضُرُّكَ Allahdan qeyri səndən nə fayda verən, nə zərər verən bir kəsi çağırma. Bu qadağandır. Sonra gör nə deyir? Birdən eləsə yaxşı belə, bir adam belə eləsə, Allahdan qeyrisini çağırsa, onun hökmü nədir? Ona nə deyirik? Allah nə deyir buna? Görün nə deyir ki, فَاِنْ فَعَلْتَ Birdən belə şey eləsin, dua eləyəndə Allahdan qeyrisini çağırsın, فَاِنَّكَ مِنَ الظَّالِمِينَ Zalimlardan olacaqsan. Zalimsan, Allahın haqqını götürüb Allahdan qeyrisinə versən. Bunu da biz demirik ya, Allah deyir. Hansı ayədir? Yunus surəsi 106. Allahdan qeyrisini çağırma, Allahdan qeyrisini çağırsan, onda zalim olacaqsan. Bəzən də deyirlər ki, sən də çağırmırsan, məsələn, kimdənsə gedirsən həkimin yanına, təsəvvür elə, yəni, şirki necə insanlara don giyindirirlər. Gedirsən həkimə, həkimdən kömək istəyirsən. Və ya məsələn, çətinə düşəndə gedirsən kimdənsə nəsə istəyirsən. Deyir, bu da şirkdir. Bu şirk deyil. Bilsən niyə? Allahdan qeyrisini çağırmaq biz deyəndə, o şeylərdə ki, o Allahın haqqıdır. Sən Allahdan qeyrisini çağırıb deyirsən ki, məsələn, ey İmam Hüseyin, evladı olmayan var, ona evlad ver. Biz buna deyirik ki, bu şirkdir. Amma sən məsələn gedib həkimə deyəndə ki, həkim xəstəyəm, oram ağrıyır, buram ağrıyır, dişim ağrıyır, başım ağrıyır, mənə bir dənə nəsə göstər. Həkim onun elmi var, o işin mütəxəssisidir. Fəsəlu əhlə zikr. İn kuntum la ta'lamun. Allah deyir ki, bilmədiklərinizi biləndən soruşun. Bu tək dini məsələyə aid deyil. Dünyavi məsələyə də aiddir. Həkim onun əhlidir. Gedirsən yanına, sənə yaza bilər bir qaimə, sənə istiqamət verə bilər və salam ki, bunu elədin. Bacardığı bir şeyi həkimdən istəməkdə bir sıxıntı yoxdur. Bu şirk də deyil. Amma sən gedib həkimə deyə bilərsən ki, mənə evlad ver. Həkim bizə ki, mən evlad verən deyiləm. Mən sənə səbəb göstərə bilərəm. Aydın da Allah başa düşmürlər. İnsanları da düz başa düşmürlər. Allahın qadir olduğu məsələləri Allahdan qeyrisini sərf eləmək bu şirkdir. Problem bax buradadır. Sonra şeyx burada buyurur ki, Allah Teala başqa ayədə buyurur ki, Şuara surəsi 213-cü ayə. Baxın, birdən biri Allahdan qeyrisini çağırsa, Allah ona nə deyir? Fələ təd'u mə'allahi iləhən əxar. Allahdan qeyri bir ilahı çağırma. İlah da deyəndə, deyirlər ki, məsələn, filan kəs ilah deyil ki, Peyğəmbər ilah deyil, mələk ilah deyil, imam ilah deyil, filan övliyə ilah deyil. Biz onlara Allah deyib çağırmırıq. Onlar məsələni başa düşmürlər.
Təbii ki, başa düşənləri var. Başa düşənləri var. Elə belə də gedirlər. Əksəriyyəti də bilmir. İlah nə deməkdir? İlah, Allahdan geri ibadət olunan. Biz demirik ki, sən ona Allah deyirsən. Biz deyirik ki, Allahın haqqı olan şey ona verdiyinə görə sən ona Allah artıq nə eləmsən? İlahlaşdırmısan onu. Allah təala deyir ki, Allahdan geri bir ilahı çağırma. Fətəkunə minəl muəzzəbin. Yoxsa əzab görənlərdən olarsan. Əzab görəcəksən Allahdan gerisin çağırdığına görə. İndi sən istəyirsən qəbul elə, istəyirsən qəbul eləmə. Bu başqa məsələdir. Amma bunlar Quran-ı Kərimdə Allahın ayələridir. Yaxşı, Allaha vəsilələr axtarmaq lazımdır. Vəsilə ayəsine baxın da, qardaşlar. Hansılar ki, onlar deyirlər, Allaha vəsilələr axtarın. Fəbtəqu ileyhil vasilə. Allaha vəsilələrlə yaxınlaşın deyirlər. O ayəyə baxın. Vəsilədən sonra nə deyir? Namaz, cihad və s. Allah özü qeyd eləyib də vəsilələr nədir? Vəsilələr nədir? Namaz, oruc, zəkat, tək Allahın özünə ibadət eləmək, valideynlərə yaxşılıq eləmək, sədəqə vermək, yolda qalan yoldan kömək eləmək getsin, yoldan əziyyət verən şeyi götürmək, Allah üçün cihad eləmək, elm öyrənmək, bunlar, zikr eləmək, Quran oxumaq, kasıbı əl tutmaq, bunlar hamısı sən Allaha yaxınlaşdıran vəsilələrdir. Vəsilə mütləq o deyil ki, məsələn, bəzi firqələrdə, sufilərin bəzi qollarında bir adam tövbə eləmək üçün mütləq şəkildə gedəcək hocanın yanına, elədiyi günahı birinci ona danışacaq, deyəcək ki, mən belə-belə günahlar eləmişəm, o da biraz onu danlayacaq, eləməməliydin, düzgün eləməmsən, əl verəcək ona, görüşəcəklər, əl sıxacaqlar, o deyəcək ki, mən tövbə edirəm filan günahdan, bu da onun üçün Allaha çatdırır. Hansı ki, asandır, vallahi Allah bunu deməyib. Tövbə eləməyəsən Allah nə deyib? Səmimi qəlbdən, səmimi dildən, Allahım məni bağışla, mən sənə tövbə edirəm, bu bəs eləyir. Amma necə çətinləşdiriblər? Mütləq hoca ilə gəlib Allaha tövbə eləməlisən. Hocanın yanında tövbə eləsən, onu da Allah qəbul edib. Fikir ver, Allahla qullar sənə salıblar. Uzaq bir dənə məsafə. Aslı eləyirlər insanları kimləsə. Yox. Allahla qulun arasında pərdə yoxdur. Vallahi pərdə uzaqlaşdırıblar. Fikir ver, Allah yaxınlaşmaq üçün kimlərdən keçməlisən. Bu İslam deyil. İslam dini bu deyil. Sonra şeyx burada buyurur ki, aleyhi rəhmətullah ayələri gətirir. Baxın, başqa ayələrdə, deməli, Qafir surəsi 12-dən 14-ə qədər. Allah Teala buyurur ki, Zəlikum bi-ənəhu İzə du'iyəllahu vəhdəhu kəfartum. Allahdan qeyrisi çağırılanda inkar edirsiniz və Allah tək anılanda, dua ediləndə inkar edirsiniz, küfr edirsiniz. Və in yüşrak bihi tu'minu. Ona şirk qoşulanda iman gətirirsiniz. Çünki insanların əksəriyyətinin halı belədir. Təsəvvür et, tək la ilahə illallah gətirirsən, məsələn, deyirsən ki, qardaş, qoy qırağa hamısını, hadisələri qoy kənara, tarixi hadisələrin hamısını yığışdır. Və salam, İslamın əsası nədir? Kök nədir İslamda? Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Buniyəl İslam alə xamsin. İslam neçə şeyin üzərində qurulur? 5 şeyin. Birinci nədir? Şəhədəti ən la ilahə illallah. Və salam, bundan danışırıq. Nə deməkdir la ilahə illallah? Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Allahın təkliyindən danışırsan. Tək Allah ibadətdən danışırsan, gətirir tarixi, hadisəni. Bəs filan kəsə niyə belə elədilər? Bildik də, onu qoy qırağa. Biz hadisədən danışmırıq. Biz tək Allaha ibadət eləməkdən danışırıq. İbadət tək Allahın haqqıdır, yoxsa yox. Qəlbi daralır, ürəyi sıxılır, aparır harasa. Mütləq həmin bağlandığı adamın adını da orada çəkməlisən, onun elədiyi etiqadı eləməlisən ki, o rahatlaşsın. Fikir versən, bu iman deyil, bu problemdir, bu şirkdir. Sonra şeyx burada buyurur ki, Allah Teala hökm verib azğınlığına və zəlalətinə kimin Allahdan qeyrisini çağıranların. Baxın, görün nə deyir? Açıq aydın ayələrdir. Deməli, Əhqaf surəsi 5-6-cı ayələr. Belə ayələr yadda qalsa yaxşı olar, qardaşlar. Yəni, danışanda, dəvətdə istifadə edin. Buyurur ki, Allah Teala və mən adallu mimmən yed'u min dunillah. Mən la yestecibu lehu ila yevmil qiyamə. Və hum an duaihim gafilun. Qiyamətə qədər özünə heç bir cavab verməyənləri çağırandan daha azğın kim ola bilər? Təsəvvür etsən, gəlmirsən bir qəbrin üzərinə və ya bir əskilər bağlanmış bir ağacın altına
veya məsələn hansısa pir deyilən bir yerə başlayırsan oradan eləməyə, dua eləməyə. Ey filan kəs, ey filan kəs, ey filan kəs, çağırırsan adını. Allah deyir ki, qiyamətə qədər o sənə cavab verə bilməyəcək. İndi bundan sonraki aya lap dəhşətdir. Deməli, burada nə deyir? Qiyamətə qədər özlərinə cavab verməyən bir kimsəni çağırandan daha azğın kim ola bilər? Allah təala nədir? Hökm verir ki, belə deyən azğındır. Və hum an duaihim gafilun. Çağırılanlar, çağıranın duasından qafildir. Hətta baxsız Həd surəsi 73-cü ayəyə Allah təala nədir? Ya eyyuhan nas, ey insanlar, duriba lekum meselun fastami'u lehu. Sizə bir dənə misal çəkilir. Onu dinləyin. Şey verin. Fastami'u lehu. Qulaq asın. Dinləyin onu. İnnellezine ted'un min dunillahi len yakhluqu zubaba. Bundan aydın nə misal olmalıdır ki? Necə başa salmalıydı Allah Taala bizə şirki? Sizin Allahdan qeyri ibadət elədikləriniz, çağırdıqlarınız, dua elədikləriniz len yakhluqu zubaba. Bir dənə milçək. Milçək belə yarada bilməzlər. Və lev ictema'u lehu. Nə üçün tək birisi götürsün, bir dənə milçək yaratsın o batil ilahlardan. Hətta hamısı bir yerə toplansa belə deyir Allah Taala. Onu bacarmazlar. Sonra nə deyir Allah Taala? Da'ufat talib. Sonra deyir ki Allah Taala və in yasluhum zubabu şey'an fela yastanqiduhu minhu. O milçək yenə də acizliyini bildirir o batil ilahların. Deyir ki, nə üçün milçək yaratmaları? Milçək gəlib onlardan nəsə götürüb aparsa, onu ondan geri ala bilməzlər. Sonra nə deyir ki, da'ufat talib vel matlub. İstəyən də acizdir. İstənilən də acizdir. İstəyən insandır, Allahı qoyub, evladı verən Allah, rozunu verən Allah, işləri idarə edən Allah, sıxıntıları aradan qaldıran Allah, qəlbi və rahatlığı verən Allah, bütün xeyirləri sənə verən Allah, gəlmirsən hansısa əski bağlanmış ağacın altında, başlayırsan çağırmağa onu. Və hansısa qəbirdə yatan, başlayırsan onu çağırmağa. Allah deyir ki, sən də acizsən. İstədiyin qəbirdə olan da acizdir. Biz demirik, vallahi Allahın ayələri də bunlar. Hökm verib ki, Allah Taala belə deyən adam azğındır. Sonra burada şeyx gətirir başqa ayələri. Görün, nə deyir Allah Taala buyurur ki, Fatir surəsi 13-14-cü ayədə. Zəlikumullah. Bu sizin Rəbbiniz olan Allahdır. Lehul mulk. Zəlikumullahu rabbukum lehul mulk. Mülk onundur. Vəllezine ted'un min dunihi ma yemlikun min qitmir. Sizin Allahdan qeyri çağırdıqlarınız qitmir. Xurmanın tumunun içində olan o pərdəsi var. Ona belə sahib deyirlər. Ona belə qadir deyirlər. Görün nədir? İn təd'uhum. Birdən siz onları çağırsaz. Fələ çağırsaz onları la yesma'u du'aakum. Duanızı eşitmirlər. Dualarınızı eşitmirlər. Sonra Allah Taala deyir ki: "Və lev semi'u." Birdən eşitsələr, yaxşı fərz eləyək ki, siz çağırırsınız, onlar eşidir. Məstəcəbu lekum. Sizə cavab verə bilməzlər axı. Və yevməl qiyaməti yekfurun bi şirkikum. Şirkdir Allah Taala bu əmələ. Fikir verin. Və yevməl qiyaməti yekfurun bi şirkikum. Qiyamət günü sizin onları çağırmağınızı onlar inkar eləyəcəklər. Şirk qoşursun, inkar eləyəcəklər. Məsələn Allah Taala İsa əleyhissalama nə deyir? Ya İsa ibn Məryəm və iz qalallahu ya İsa ibn Məryəm. Bir zaman Allah Məryəm oğlu İsa'nı çağırmış. Nə demişdi ona? Kim deyə bilər? Əhsən, əəntə qultə linnəs ittəxizuni və ummiyə iləheyni min dunillah. Sən dedin insanlara ki, səni də, anavı da məndən savaya özlərinə ilah götürsünlər. İsa aleyhissalam nə deyir? Subhanək, sən paç və müqəddəsən. Subhanək, sən paç və müqəddəsən. Mənim haqqım olmayan bir şey mən onlara necə deyə bilərəm? Şey versən, İsa aleyhissalam deyir ki, o mənim haqqım deyil, mən onu necə deyə bilərəm onlara? İn kuntu qultuhu fəqad alimtə. Mən onu desəydim, sən onu bilərdin. Tə'ləmu mə fi nəfsi və lə ə'ləmu mə fi nəfsik. Sən mənim nəfsimdə olan bilənsən, mən səndə olan bilmirəm. Sonra deyir ki, mə qultu ləhum illə əmartəni. Mən onlara sənin mənə dediyindən başqa heç nə deməmişəm. Nə demişdi onlara? Əni'budullaha rabbi və rabbukum. Mənim də sizin də Rəbbiniz olan Allaha ibadət edin. Fikir ver. Başqa ayədə Allah Teala Allahdan qeyrilərini özlərinə izzət olsun deyə, qiyamət günü onlara şəfaətçi olsun deyə götürənlər üçün deyir ki, وَاتَّخَذُوا مِنْ دُونِ اللّٰهِ آلِهَةً لِيَكُونُوا لَهُمْ عِزَّةً.
Allahdan qeyri ilahları özlərinə götürdülər ki, qiyamət günü onlar üçün izzət olsun, onlara kömək eləsin. Allah Teala nə deyir? Kəllə səyəkfurunə. Allah Teala deyir ki, kəllə, Allah Teala buyurur ki, kəllə səyəkfurunə bi ibadətihim. Onlara olunan ibadəti inkar eləyəcəklər və yəkununa aleyhim diddə. Qiyamət günü onların ziddini olacaq, əksini olacaqlar. Hansı ki, bunlar elə bilirlər ki, onlara ibadət eləmək qiyamət kimi bunlara kömək eləyəcək. Və onlar gəlib Allahın yanında bunlara kömək eləyəcək. Məsələn, görsən, bəzən nədir? Deyirlər ki, qiyamət günü cənnətlikləri, cəhənnəmlikləri kim böləcək? Əhl-i beyt. Nağıl. Şeyx demiş ki, fikir versən, nağıldır. Boş şeylərdir. Əsilsiz, dəlilsiz. Allah özü təyin edəcək. Fəriqmu fil cənnəti və fəriqmu fil səir. Bir dəstə cənnətdə, bir dəstə cəhənnəmdə. Onu kim böləcək, Allah özü təyin eləməyib. Deməyib ki, məsələn, Əli böləcək və ya Muhammed sallallahu aleyhi ve sellem böləcək. Allah özü təyin eləyəcək. Sonra burada şeyx buyurur ki, qardaşlar, hədisdən qeyd edir bəzi ayələri, buyurur ki, bütün bu naslar, bu dəlillər hamısı onu göstərir ki, Allah Teala bəsirəti olan, yəni demək istəyir ki, bu ayələrlə Allah subhanahu wa ta'ala açıb bəzi insanların bəsirətini, onların qəlblərini nurlandırıb, kökslərini genişləndirib və onlara başa salıb ki, İslam əqidəsində duanın məqamı necə əzəmətlidir. Ona görə biz deyirik, mübarizə aparırıq, mücadilə edirik ki, bu ibadəti Allahdan qeyrisinə sərf eləmək olmaz. Çünki Allahın haqqıdır. İbadətlərin içində ən əzəmətli ibadətlərdən olduğuna görə onu Allahdan qeyrisinə sərf eləmək olmaz. Sonra şeyx burada, qardaşlar, hədislərdən çıxan bir iki faydanı qeyd edir, onları da deyək. Deməli, birinci hədis kimin hədisi idi? İbn Məsudun. İkinci hədis kimin hədisi idi? Cabir ibn Abdullah. Neçənci ilə vəfat edib Cabir? 74-də. İzzətin 74-cü ilində. Şeyx buyurur ki, faydalardan birincisi odur ki, məkanəti dua, duanın İslamda olan məkanatı və ənəhu ə'zamul ibadəti lillah. Və o dua ibadətlərin içində Allah üçün ən əzəmətli ibadətlərdən sayılır. Həmçinin ikinci fayda ənə du'a qeyrillah şirkun azimun və zulmun cəsim. Allahdan qeyrisinə dua eləmək böyük şirk və böyük bir zülümdür. Üçüncü fayda isə ənə mən yəd'u qayrallah, kim Allahdan qeyrisinə çağırsa, Allahdan qeyrisinə dua eləsə, leysə ləhu cəzaun illən nar. Onun mükafatı yalnız oddur qiyamət günü. İn mətə alə zəlik. Əgər bunun üzərində ölsə. Əgər bunun üzərində ölsə. Deməli, qardaşlar, dua özü bildiyi ki, ibadətdir. Kim deyə bilər, duanın neçə növü var? 2. Duanın 2 növü var, qardaşlar. Alimlər deyirlər ki, dua məsələ, istəmək duası. Var dua ibadə, ibadət duası. Bunların arasında fərq nədir? İstəmək duası bildiyimiz, qardaşlar. Allaha dua edirsən. Evladı istəyirsən, ruzu istəyirsən, işlərin asanlaşmasını istəyirsən, Allahdan cənnətini istəyirsən, Allahın razılığını qazanmaq və s. Bütün bunlarla nə istəyirsən? Nəticədə Allah səndən razı olsun. İhtiyaclarını Allahdan istəyirsən. Muhammed sallallahu aleyhi ve sellem nə deyir? İdə səəltə, istəyəndə fəsəlillə. Kimdən istə? Allahdan. Fikir ver. Allahdan istə. Çünki Allahdır verən. Bu birinci məsələ duası. Dua ibadət duası. İbadət duası da, qardaşlar, elə məsələ duasının mənasında nə deməkdir? Sən istəməklə, əlvi açıb Allahdan istəməklə dünyavi ehtiyaclarını və axirətdə də nicat tapmağı istədiyin kimi elədiyin ibadətlərlə namaz, oruc, zəkat, sədəqə, valideynlərə yaxşılıq, həc, ümrə və s. Bütün bunlarla nə istəyirsən? Hamısıyla da Allahın razılığını istəyirsən. Duanın hər iki növü kimin haqqıdır? Allahın. Onu Allahdan qeyrisinə sərf eləmək olmaz. Və burada, qardaşlar, faydalardan birini də qeyd eləyək. Deməli, duanı Allahdan qeyrisinə sərf eləmək nə sayılır? Şirk, eyni zamanda nədir? Günah. Alimlər bölüblər günahı, qardaşlar. Deyirlər ki, günah 3 növdür. Birinci növ kiçik günahlar. Kiçik günahlar necə bağışlanır? Məsələn, Allahın dediyi kimi İnnəl həsənət yudhibnəs seyyiət. Kiçik günahlar salih əməllərlə. Tövbə həmçinin salih əməlləri eləməyin Allah təala onları bağışlayır. Var böyük günahlar. Təbii ki, şirk
böyük günahların ən böyüyü sayılır. Düz alimlər bu məsələdə ixtilaf ediblər. Lakin belə götürsək, şirk böyük günahların ən böyüyü sayılır. Lakin alimlər böyük günahlar deyəndə şirki ora daxil eləməyiblər bəziləri. Danışıblar böyük günahlardan. Hansılardır? Məsələn, oğurluq, zina eləmək, qumar oynamaq, adam öldürmək, valideynə qarşı gəlmək, içki içmək, qonşunun halalına göz tikmək və s. zülm eləmək. Bunlar sonunda qardaşlar, necə olur bunun halı? Elm əhli deyir ki, belə adam əhlüsünnə etiqadına görə şirkdən aşağı böyük günah sahibi olan insan tövbə eləmədən dünyasını dəyişsə, necə olacaq onun halı? Kim deyə bilər? Əhsən. Düşür təhtəl məşiə. Ona nə deyilir? Allahın istəyi altına düşür. Neysə bu şərt qeyd olunur? Allahın istəyi altına düşür. Çünki xavariclərdə, mu'təzələrdə əhlüsünnə bu məsələdə müxalifdirlər. Əhlüsünnə nedir ki, şirkdən aşağı olan böyük günah sahibi tövbə eləmədən ölsə, düşür Allahın istəyi altına. Allah istəsə bağışlayacaq, istəsə də əzab verəcək. Əzab versə belə sonu haradır? Cənnət. Çünki bütün dəlillər onu göstərir. Xavariclər nə deyirlər? Xavariclər deyirlər ki, dünyada kafirdir, tövbə eləməyib ölsə, əbədi cəhənnəmlidir. Mu'təzələr nə deyirlər? Dünyada bilmirik nədir? İki mənzilin arasındadır, imanla küfrün arasında. Hansı ki Allah Teala nə deyir? Huvəl nə deyir? Xalaqakum feminkum kafir və minkum mu'min. Sizi o yaratdı, yəni Allah sizdən mömin və kafir olan var. İki qismdir, ya mömindir, ya kafir. Bunlar deyir ki, bilmirik nədir? İmandan çıxardılmaq küfrə də daxil eləməyiblər. Amma axirət hökmündə nə deyiblər? Tövbə eləməyib ölsə, əbədi cəhənnəmlidir. Axirət hökmündə xavariclərlə eynidirlər. Dünyada isə xavariclər deyir, kafirdir. Onlar nə deyirlər? Onlar deyirlər, bilmirik nədir? İmandan çıxıb küfrə də girməyib. Əhlüsünnə nə deyir? Əhlüsünnə deyir ki, müsəlmandır, böyük günah sahibidir. Tövbə eləməyib ölsə, düşür Allahın istəyi altına. Allah istəsə əzab verəcək, istəsə birbaşa bağışlayacaq. Yox, əgər əzab versə, sonu nədir? Cənnətinə daxil edəcək. Üçüncü növ, qardaşlar, şirk. Şirkin də üç növ var, ona toxunmuruq inşallah gələn dərslərdə. Şirk də nədir, qardaşlar? Allah qorusun. Allahın bağışlamayacağı bir günahdır. Kim onun üzərində ölsə, Allah onu bağışlamayacaq. Lakin tövbə eləsə, Allah onu bağışlayacaq. Allah Teala hamımızı xeyirlərə yönətsin. Allah Teala hamımızı eşidən və faydalanan qullarından etsin. Allah Teala bizi ixlaslı şəkildə daim özünə dua edən qullarından etsin. Velhamdülillahi Rabbil ələmin.